Hörmətli müştərilər, sizi Arçı mağazasından salamlayıram. Bugünkü videorolikdə istəyirəm sizi duş kabinlə, yəni şüşə aksesuarları ilə, kimsə evində sanuzeldə hansısa şüşə bir perqarotka, duş kabinlə, nəysə belə bir şey təmir işi eləmək istəyirsə, onun aksesuarları bizim Arçı mağazasında həddindən ziyada çoxdur. Başlayıram petlələrdən, cürbəcür petlələr və cürbəcür qiymətləri. Azərbaycanda ən böyük asortimenti olan mağazadır. Və bundan əvvəlki rolikdə sizə Arçının şüşə aksesuarları haqqında məlumat vermişdim. Eyni zamanda Arçının şüşə aksesuarları qiymət nöqteyi nəzərdən, büdcə nöqteyi nəzərdən baha olduğuna görə biz mağazada onun daha aşağı qiymətə malları da satışını təşkil eləmişik. Sizə deyim ki, bu mallara çox böyük endirim var. Qiymət fərqi həddindən ziyada çoxdur. Bax, sinkdən, materialdan var, paslanmaz, necəvəkə biz deyirik, diqqətlə baxsız üstünə yazılıb 304. Sonra latondan var, cürbəcür materiallardan var. Bunların gidravlika olayla, yəni gidravlika özü yavaş açan, yavaş bağlayan da var. Gidravlika olmayan da var. 135 dərəcə, 90 dərəcə. Divara vurulan petlələrin 3 dənə, yəni bir tərəfli bağlanan da var. Belə bax görün, iki tərəfli. İki tərəfdən bağlanan da var. Cürbəcür rəng asortimenti həddindən ziyada çoxdur. Model olaraq həm biz el arasında faskalı deyirik. Yəni yonulmuş da var, yonulmamış da var. Modern də var, klassik də var. Asortimentimiz həddindən ziyada çoxdur. Gidravlikasız mönteşə, yəni petlə varımızdır. Balaca fortçikalar üçün miniatürlü petlələrimiz var. Hər hansı bir şüşə bağlantısı eləmək üçün bir aksesuarlarımız həddindən ziyada. Bütün rəng özünüz də baxa bilərsiniz vizualini. Bunların da ağır qapılar üçün 4 mm, 3 mm, 2 mm həm latundan, həm sinkdən, həm paslanmaz materialdan varımızdır. Yəni özünüz də görürsünüz, asortimentimiz həddindən ziyada çoxdur. Orada ofisdə Amerikanski belə açılıb bağlanır var, onu gətir. Bax, bu qeyri-adi petlədir. Bir neçə sürətlə işləyir. İndi sizə bunun izahını verəcəyim. Seyid Məhəmməd, onu verməyəm. Bir dənə diqqətdir, bura diqqət yetirir. Bunun sürətini, baxız buna.